Əgər ekranlarınızda məni görürsünüzsə, deməli Guinness Dünyası verilişi efirdədir. Bütün dünyaya səs salan bütün rekordçularla sizləri tanış etməyə hazırıq. Bunun üçün ilk öncə anonsları izləyək. İzləyəcəyiniz rekord cəhdi ən uzağa qurbağa tullanışı adlanır. Hazırki rekord isə 47 santimetrdir. Fransada təşkil olunan bir şouda balaca oğlan Yahon Michel uzağa tullanmağa çalışacaq. Bu tullanış o qədər də asan deyil. Belə ki, tullanan zaman əllər ayaqların altında olmalıdır. Ona görə də buna qurbağa tullanışı deyilir. Vaxt itirmədən Fransada daha bir rekord cəhdini izləyirik. Bu rekord ən uzun qurbağa tullanışı adlanır. Hazırki rekord uzunluq 47 santimetrdir. Bu gənc oğlan Yahon Michel'i daha uzağa tullana bildiyini göstərəcək. Bax belə, yaxşı tullanış idi. Görək nə qədər uzağa tullanıb. Olduqca çətin bir üsuldur. Tullanan zaman əllər ayaqların altında olmalıdır və əlbəttə ki, qırmızı xətti keçməməlidir. Nəticədən razı görünür. Bir daha xatırladım ki, 47 santimetri keçməlidir. 59! İlk cəhdində 59 santimetr uzağa tullandı. Əladır. Yahon sevincli görünür. Təcrüblü deyil. O yeni Guinness rekordu qırdı. Ona baxın. Təbriklər balaca. Amma mənə elə gəlir ki, o daha bir cəhd göstərəcək. Niyə dayanırlar? O bir də cəhd eləyəcək. Elədir ki, var. Yenə qırmızı xəttə yaxınlaşır. Onun texnikasına baxın. Onun ayaq barmaqları düz qırmızı xəttin kənarındadır. Artıq hazırlaşır. Hoppa, tullandı. Əla idi. Bu məsafə daha uzun görünür. Yahon geridə dayanıb. O, arxayındır. Daha uzağa tullandığına əmindir. Hələ ki, hakim gülümsəmir. Yaxşı görünür. İndi rəsmi nəticə açıqlanacaq. 74 santimetr. Təbriklər, Yahon. Sən dünyada ən uzun qurbağa tullanış edərək yeni Guinness rekordu qırdın. Əgər həssas dişlərdən əziyyət çəkir və sərt qidalar çeynəyən zaman ağrı, sızıltı hiss eləyirsinizsə, diqqətinizi bura cəmləyin. Çünki bu rekord cəhdi dişlərlə bağlıdır. Bu İspaniyadan olan Gonzalo Piazza Sierra'dır. Ağzında kəsici alət gizlədib gizlətmədiyinə baxır. Beləliklə o bir dəqiqə ərzində dişləri ilə bacardığı qədər çox pivə şüşəsinin qapağını açmağa çalışacaq. Hakim vaxtın başlandığını elan etməyincə o şüşələrə toxuna bilməz. Əks halda rekord sayılmayacaq. O başladı. Bir ona baxın. Gözlərimə inana bilmirəm. O dəmir kimi dişləri ilə pivə qapaqlarını asanlıqla açır. Bu cəsarət tələb eləyir. İlahi. O doğrudan da işinin ustasıdır. Az qala hər saniyəyə bir şüşə qapağı açır. Bu pivə içməkdən belə sürətlidir. 20 saniyə keçdi, 18 qapaq açılıb və açılmağa davam edir. 21, 22, 23, yox, deyəsən bu alınmadı. Digərini yoxlayır, azca tərəddüd edir. Amma yenə dayanmır. Bir ona baxın, sürətlə şüşəni götürür, dişi ilə qapağını açır və yan tərəfə qoyur. Artıq bir dəqiqə bitməyə yaxınlaşır, amma onun vaxt problemi yoxdur. Davam eləyir. Bu oğlanın dişləri sanki dəmirdəndir. Son 10 saniyə. Hər tərəfə pivə tökülür. Son 5 saniyə başladı. 50, 51, 52, 53 və vaxt dayanır. Bir dəqiqə ərzində 55 şüşə qapağı açıldı. Bu oğlan bir içkiyə layiqdir. Amma pivənin qapağını onun üçün açıb verəcəklər. İndi nəticəni açıqlayacaqlar. Görəsən 55 qapaq hesaba alınacaq.
Bir daha yavaş sürətlə onu izləyirik. Hakimlər komandası dəqiq sayı bildirəcək. Bir ona baxın. Bu şüşə qapaqları üçün qapaq açan alətə ehtiyac yoxdur. Əla texnika ilə işləyir. Pivə köpüklənərək ətrafa yayılır. Ümidvarıq o çox pivə içmədi. Bu yarışa gəlmədən əvvəl heç nə içməməyi məsləhətdir. Sonuncu dəfə hakimlər qapağı açılmış şüşələri sayır. Diş həkimi də studiyaya daxil olur. O dişlərin zədələnib-zədələnmədiyini yoxlayır. Səbirsiz şəkildə nəticəni gözləyir. Şüşələrdən biri hesaba alınmadı. Beləliklə, bir dəqiqə ərzində açılmış 54 şüşə qapağı açılmaqla Guinness rekordu vuruldu. Afərin Gonzalo, əla iş bacardın. Gözəl qadınlar onu təbrik eləyir. O xoşbəxt görünür. Əla Gonzalo. Fikirləşib qəribə bir rekorda imza atmaq istəyən bir insan. O çaparların at belində tullandığı maneələrdən özü at kimi tullanaraq keçməyə çalışacaq. O bu cəhd üçün o qədər məşq edib ki, hətta at belində olmadan bu maneələri çox asanlıqla keçir. O insan görünüşünə sahibdir, amma at kimi qaçır və tullanır. Bax belə, tullandı, inanılmazdı, heç bir qorxusu yoxdur. O at belində olmadan maneələrdən asan şəkildə tullanır. Yavaş sürətlə bir daha həmin tullanışı izləyək. 1 metr 52 santimetr hündürlüyü aşdı. Əladır. Arxa ayağını geri çəkdi. Amma bununla kifayətlənmir, bir daha cəhd eləyəcək. Bu dəfə daha hündür, 1 metr 62 santimetrlik məsafəni aşmalıdır. Ümidvarıq bacarar. Bax, bu maneənin üzərindən tullanmalıdır. O hazırlaşır, gəzişir. Belə də olmalıdır. Ayaqları ilə isinmə hərəkətləri eləməlidir. Əgər bacarsa, bir neçə günlük istirahəti və təbii ki, kuboku qazanacaq. Fransız tamaşaçılar və aparıcı onun adını qışqırırlar. Matthew, Matthew, Matthew. O zəngi çalmaq üçün işarə elədi. Deməli hazırdır. Tamaşaçılardan sakitlik tələb eləyir. Fikir verirsiniz? Sonuncu dəfə dövrə vurur. Artıq böyük tullanış üçün tam hazırdır. Tullanır, keçir, lap az qalmışdı. Onun ayaqları ən üstdəki dirəyə dəydi və yerə yıxıldı. Cəhdi uğursuz alındı. Görəsən özü yaxşıdır? Deyəsən yaxşıdır. Gəlin yavaş sürətlə bir də həmin anı izləyək. Gördüyünüz kimi onun sağ ayağı üst dirəyə ilişir və o yerə yıxılır. Təhlükəli yıxılma idi. Hər halda onun ilk cəhdi 1 metr 52 santimetrdən tullanışı yeni Guinness rekordu oldu. Həmin tullanışı sonuncu dəfə izləyək. Tullandı və maneəyə ilişmədən keçdi. Təbriklər Matthew. Sən bu rekordu qazandın. Bu İspanlar artıq 10 ildir məşq elədikləri bir hərəkət üzrə rekord qırmağa çalışırlar. Bu dünyada ağızla ən böyük saqqız şişirtmə rekordudur. Burada rəqabət çox böyükdür. İndiyə qədər qaydalar çərçivəsində şişirdilən ən böyük saqqızın diametri 58,4 santimetr olub. Bu rekord Kaliforniyadan olan Susan Montgomery Williams tərəfindən qırılıb. Susan 1979-cu ildən bəri saqqız şişirtmə üzrə çempiondur. O, təşkil olunan Bubble Yum Gum yarışında 48 santimetrlik saqqızı şişirdə bilib. İndi İspaniyada bu rekordu yeniləmək üçün prodüserlər tamaşaçı zalından 5 könüllü seçib. Onların hansı ölçüdə saqqız şişirdikləri hesablanacaq. Bu qadın sadəcə 10 santimetrlik saqqız şişirdə bildi. Hiss olunur ki, bu vaxta qədər çox da saqqız çeynəməyib. Belə görünür ki, Susan'ın rekordunu təzələmək heç də asan olmayacaq. Hələ ki, o qalib kimi rekordlar kitabında adını saxlaya bilib. O rekord qırdıqdan sonra 3 dəfə öz rekordunu yeniləyib. 53 santimetr, 55 santimetr və 58 santimetr diametri ilə. Bugünə qədər Susan saqqız şişirtmə sahəsində birinci sıranı qoruyub saxlayıb. Bu kişi özünə güvənir, amma nahaq yerə. Yox, pis nəticə deyil. Yenə 10 santimetr. Yaxşı. Baxaq görək, üçüncü iştirakçı bunu necə eləyir. Yaxşı görünür.
daha böyük şişirtdi. Amma bundan çox şişirdə bilmir. Görək ölçüsü nə qədərdir? O özünə inamlı görünür. Ölçü çubuğunda diametri hesablanır. Cəmi 18 santimetr. Bu adi halda böyük ölçüdür. Amma rekorda çatmır. Yaxşı. Növbə 4-cü iştirakçıya gəlib çatdı. Danışmaqdan əl çəkib çeynəmək lazımdır. O başlayır. Yaxşı üsuldu. Saqqızı şişirdir, getdikcə böyüyür. Yox. Utandırıcı şəkildə saqqız partladı və onun üzünə yapışdı. Amma o həvəsdən düşmür. Yenə cəhd eləyir. Yenə partlayacaq. Yox. Hakim saqqızın diametrini ölçür. Görək bu dəfə nə qədər şişirdib. Birinci cəhdindən daha iyiydi. Bir daha hakim ölçü çubuğuna yaxınlaşır və diametri hesablayır. 11 santimetr. Bunların heç biri rekord göstəriciyə yaxın deyil. Görək sonuncu iştirakçı nə bacarır. O səbirsizliklə növbəsinin çatmağını gözləyir. Saqqızı ağzında şişirtməyə başlayır. Artıq şişirdir. Budur. Başladı. Yavaş amma ehtiyatla şişirdir. Çalışır ki saqqız patlamasın. Yox, patladı. Heç nə alınmadı. İkinci cəhd eləyəcək yoxsa yox? Yox, cəhd eləmir. Susan, rekord yenə sənindir. Deyəsən bu rekordu itirməyəcəksən. Yenə də həvəsləndirici mükafat verilir. 3 nömrəli iştirakçı 18 santimetr saqqız şişirdiyinə görə mükafat alır. Bu rekord cəhdində iştirakçılar arasında ən böyük saqqız şişirdə bilən o oldu. Yaxşı idi, amma rekord vurmağa kifayət eləmədi. Ağzını biraz da məşq elətdirməlidir. İndi başqa bir saqqız şişirtmə rekordunu izləyirsiniz. Almaniyada başqaları da bu rekorda cəhd eləyiblər, amma qeyd etməliyəm ki, Kaliforniyadan olan Susan Montgomery Williams yenə də öz rekordunu qoruyub saxlayır. Qarşılayın, bu cəngavər hündürə kəlləyə atma rekorduna cəhd eləməyə hazırlaşır. Onun adı Juha Rasanendir. Finlandiyalıdır. İndi o, 12,3 kiloqram ağırlığı olan kəlləyi bacardığı qədər hündürə tullamağa cəhd eləyəcək. 6 metr 93 santimetr hündürlüyə atmaqla o artıq bir dəfə dünya rekordunu vurmağa nail olub. Görək bugün onun bəxti gətirəcək yoxsa yox? Atmağa hazırdır. Əvvəlcə onu yelləməlidir. 1, 2 və 3. Hə, onu hündürə ata bildi. Kəllək heç nəyə toxunmadan yerə düşdü. Afərin, 6 metr 94 santimetr. Yeni Guinness rekordu. Aparıcılar onu təbrik edirlər, amma bu cəhdi təkrarlamağa heç birinin cəsarəti çatmaz. Əmin olun ki, çatmaz. Ona baxın, nəhəngdir. Yaxşı. Dərindən nəfəs alır, diqqətini cəmləməyə çalışır, nəfəs alaraq oksigeni damarlarına keçirir. Bir balaca dincəlir. Vaxtı. O hazırlaşır, yenə dərindən nəfəs alır. Qolları nəhəngdir. Bir ona baxın, indi o ikinci cəhdinə hazırdır. Qollarını, ayaqlarını dartaraq isinmə hərəkətləri edir. Ağırlıq atanda əzələlərinin dartılması faciə ilə nəticələnə bilər. O tam hazır görünür. Bir baxın, tamaşaçılar onu həvəslə salamlayırlar. Hər yerdən onu izləməyə gəliblər. Afərin uşaqlar. Amma əsas diqqət onun üzərinə cəmlənməlidir. O başlayır, ayaqlar çiyinlərlə eyni aralıqdadır, dizlərini əyərək kəlləyə götürür. Onun cəmi bir cəhd eləmə şansı var. Sakit görünməyə çalışsa da çox həyəcanlı və gərgindir. Sakitlik istəyir, kəlləyi götürür, yerlədir. Bir dəfə, iki dəfə, üçüncüsünü də atır. Budur, kəllək hündürdən keçir. Hə, o bacardı. Bu atışa baxın, əladır. Qəhrəman üçün alqışlar bitmək bilmir. Bu dəfə hansı nəticə ilə yadda qaldı? Hansı hündürlükdən ata bildi? 7 metr 10 santimetr. Çox yaxşı nəticədir. Amma məncə o yorulub. Bütün qüvvəsi, enerjisi və bədənindəki bütün oksigenlə onu atdı. Beləliklə o yenidən Guinness rekordçusu oldu. Bu atışı izləyin. Daha hündürə ata bilərdi, amma atmadı. Yenə də onu təbrik eləyirik. Balaca kəlləyi 7 metr 10 santimetr hündürlüyə tulladığına görə Guinness rekordlar kitabına düşdü. Təbriklər, əla atış idi. Bumerang adlanan əyri bir çubuğu yəqin ki, hamınız görmüsünüz. Lakin bumerangla rekord qırmaq cəhdi heç biriniz görməmisiniz.
İştirakçımız David bumeranqı ən uzun məsafəyə, dəqiq desək 400 metrdən çox uzaq atmalıdır. Bildiyimiz kimi bumeranqı atarkən geri qayıdır, lakin rekordun şərtlərinə görə Davidin atdığı bumeranq geri qayıtmamalıdır. Hər hansı bir əşyanı ən uzağa atma rekordu 406,29 metrdir. Çox uzun məsafədir, amma bu oğlan inanır ki, öz etibarlı və əyri çubuğunu daha uzağa ataraq rekordu yeniləyə bilər. Bu çubuq Avstraliyada bumeranq adlanır. Onun vəzifəsi bumeranqı 400 metrdən çox uzun məsafəyə atmaqla bitmir. Bir çox bumeranqlardan fərqli olaraq həmin bumeranq geri qayıtmamalıdır. Bax, bu bizim iştirakçımızdır. Onun adı David Shumidir. Bəlkə də Avstraliyada bumeranq atmağı ən çox sevən də elə odur. Əgər 400 metrin nə qədər uzaq məsafə olduğunu təsəvvürünüzə gətirməkdə çətinlik çəkirsinizsə, sizə kömək eləyim. Bu, ard-arda düzülmüş 4 futbol meydançasının uzunluğuna bərabərdir. Yarım kilometrə yaxın bir uzunluqdur. Avstraliyalıların tenis oyununda necə yaxşı olduğunu bilirdim, amma əşyanı yarım kilometr uzaq məsafəyə atmaq doğrudan da inanılmaz bir rekord cəhdidir. Buna baxmayaraq, David bu tapşırıqdan heç də narazı görünmür. O, rekordlar kitabına düşmək üçün həvəslə bumeranqın ardınca qaçır. Onun özünə məxsus üsulu var. David bumeranqı adi formada yüksəkliyə atmır. Başqa cür desək, onun öz idman aləti ilə fərqli oyun üsulu var. Bu da ona qələbə və əfsanəvi Guinness rekordlar kitabında yer qazandırır. Onun cəhdi uğurlu alındı. Atdığı çubuq bir ağacda ilişib qaldı. Amma David başqa bir çubuqla onu yerə saldı. Davidin bu rekord cəhdində 2 müşahidəçi iştirak etdi və onun rekorduna şahid oldu. Bu xanım da onlardan biridir. O hər şeyi görüb. Hə, bu Michelle Found'dur. O bumeranqın ağaca düşdüyünə şahid oldu. İndi isə geriyə doğru məsafənin uzunluğunu ölçür. Ağacın olduğu yerdən ölçməyə başlayır və Davidin bumeranqı havaya tulladığı yerə doğru gedir. O çox xoşbəxt görünür. Michelle artıq yarım kilometrə yaxın məsafəni ölçüb. O çox dəqiqdir. O başlanğıc yerinə çatdı. Ümidvarıq, o qalib gələr. David sevinclidir, hə? O, bumeranqı rekord məsafəyə attığına inanır. 427,2 metr. Bu əvvəlki rekorddan 21 metr uzundur. David çox sevinir. O xoşbəxtdir. Afərin dostum. David Shuminin bu rekord cəhdi həm də əyləncəli oldu. Beləliklə, o əşyanı ən uzaq məsafəyə atmaq üzrə rekord qıraraq Guinness Rekordlar kitabında yer qazandı.
İndi isə birbaşa gedirik Fransaya. İndi görəcəyimiz rekord əldə etmə yarışı bundan ibarətdir. 30 saniyədə neçə nəfər özünü qumda bastıracaq? Baxın, artıq hamısı başlayıb. Əsl it kimi qazırlar. Amma sümüklərini yox, özlərini bastıracaqlar. Görünür, hərdən kameraya da baxmağı unutmurlar. Maraqlı texnikalardan istifadə edirlər. Bir nəfər artıq qumun içindədir. Bu balaca elə də yaxşı qaza bilmir. Onu da deyim ki, bu uşaq hamıdan əvvəl quma bastırıldı. Ona görə hamıdan çox qumda qalmalı olacaq. Amma günəşdən qorunmaq üçün papağı var. Ağıllı uşaqdır, yox. Yaxşı, sizdə işlər necə gedir? Elə də pis deyil. Çox qum lazım deyil. Ayaqlarını örtsə bəsdir. Sonra da qumu yuxarı yaymalıdır. Hə, bizim görmək istədiyimiz də bax budur. Kənardakılar üzərinə qum tökürlər. Sən də qumu bədəninə yayırsan. Bu ən yaxşı yoludur. Afərin. Hər şey yaxşı gedir. Belə, indi qumun içində daha çox insan görünür. Bu çox yaxşıdır. Vaxt gedir. Bu oğlanı tamamilə bastırıblar. O, yox, azacıq başı görünür. Baxın, bəziləri artıq qumda qalmaqdan cücərməyə başlayıblar. Maraqlıdır. Yanlarında su şüşələrini unutmayıblar. 30 saniyə qaldı. Bu oğlan deyəsən dalğaların gələcəyini gözləyirdi. Düz eləyir, qumda bastırılırsa gərək ehtiyatı əldən verməsin. 3, 2, 1, vaxt bitdi və dünya rekordu qırıldı. 30 dəqiqə ərzində 200 nəfər özünü qumda bastırdı. Bunlar bugün tanış olduğunuz rekordçular idi. Amma bu hələ son deyil. Sabah da bizi izləməyi unutmayın ki, yeni rekordları sizə təqdim edək. Sağ olun, salamat qalın.